Sizin Həzə Aslanov ərazisində ən sevdiyiniz pub hansıdır? Bu yaxınlarda Nargilə dairəsinə yaxın bir yerdə ləzzətli qazan yeməkləri və çeşidli bir pivə məzələri olan restopabda qonaq olmuşdum. Məzələrdən krevetka cersi deyərdim mən buna. Klyarda krevetkanın bomba dadı var idi. Bundan əlavə göbələk çipsidi, ət çipsidi çox ləzzətli idi. Belə maraqlı yeməklərdən əlavə 5-6 nəfərlik dost qrupu üçün sərfəli setlər də var ki, məsələn 85 manata 6 növ yemək, 6 növ salat daxildir. Turşulu maçanın porsiyası böyük olsa da əti biraz sərt idi. Bunu qəti şəkildə bəyənmədik. Baradin çörəyində pendirli, göbələkli quzu əti yaxşı söhbət idi, amma bunun yanında bir də iti bıçaq da verməlidirlər ki, çörək israf olmasın. Mən ananasda mal əti, toyuq əti yoxlamışam, amma quzu ətini birinci dəfə yoxlayırdım ki, ləzzətli bir dənə fusion mətbəx aldım. Ananasın o turşməzə dadı, quzunun yağlı dadını kompensasiya eləyirdi, əla yemək aldım. Tuşonka şirəli olsa da əti sərt idi və dağılmırdı. Salyanka adlanan bu yeməyin salyanka ilə heç bir əlaqəsi yox idi. Gürcə ədviyyatla ilə hazırlanmışdı, amma yenə də dadı yaxşı idi. Məkan normal interyeri, belə ümumi zalı və xudmani maksimum 8 nəfərlik kabinetləri var. Məkan adı isə Number 999-dur və Nargilə dairəsinə yaxın Just for Fit idman klubunun yanında yerləşir. Yenə gedərəmmi? Yenə Həzə Aslanovda yaşasam gedərəm.